səhər də deyil əslində. 12 işləyib yoldaşım üçün səhər yeməyi hazırlayıram. Elə böyük bir şey hazırlamayacağım. Elə çay dəmləmişəm qəşəng, bir də yəni olandan düzmüşəm süfrəyə. Yoldaşımı gözləyirəm, çörək alsın gəlsin. Burada da toyuğum var idi, toyuq filim var idi. Kotlet eləyəcəm. Bunun içinə nə vururum mən? Kök, kartof, kabakçı, iki diş sarımsaq, soğan, bir də toyuğun filesi, duz, üstü sarkök qızardıram. Həm yumuşaq olur, həm dadlı olur, həm də vitaminli olur. Çünki yoldaşım kabakçı yemir, kök. Yəni ancaq salatda olanda yeyir də məsələn. Ona görə belə daha yaxşıdır. Yəni uşaqlarınız da əgər yemirsə, bunu belə eləyib verə bilərsiniz. Burada da biraz ətim var idi. Ətimi də çəkdim. Ondan yəqin ki birinci hazırlayacağım. Bir də toyuğu çəkdim belə fileni. Bunu qırağa qoydum. Bunun içinə onu KFC kotlet kimi hazırlayıram. Amma içinə yağ koymuram mən. Holland pendiri, şüyüt koyuram. Biz devleti karşılıksız yaptık. Vaat edilen Demek kızlar bu da elə ki KFC kotlet kimidir, amma içində tereyağı yox. Holland pendiri var, çünki yoldaşım sevmir, elə mən də sevmirəm. Yemək hazırlayandan sonra dedim ki özüm üçün vaxt ayırım, belə kitab maska koydum üzümə, bir də yoğurt içərək mən xoşlayıram, elə biraz kitabımı oxuyuram, günləri 15-20 dəqiqə kitaba ayırıram ki əsəblərim sakitləşsin, vaxtım səmərəli keçsin. Kızlar artıq bayram qutardı, mən də başladım süfrələrimi falan yığışdırmağa, belə görürsünüz, axşamda yeyib bitmişik, belə buralarda belə, artıq bunları da götürüm yavaş-yavaş yığışdırım, belə. Buna heç bu il istifadə eləmədim. Bunu o vaxt hördürtmüşdüm, yumurta papaqları. Bu il belə bəzədim deyənə, belə rənglədim deyənə heç ehtiyac olmadı. Belə səmənim də artıq saralıb, belə yığmışam belə şamları falan, belə xurcunlardır. Burada da qonaqlarım gəlmişdi, belə. Bunları da yığışdırım, bunları da götürüm buradan. Demək qızlar başlamışam yığışdırmağa. Belə bir şeylər almışdım. Arıq üçün elə bilməm bayram başlayanda. Geçən şeylər var idi. Almadım deyənə. Axıra qaldım deyənə istədiyim bəzi şeylər tapa bilmədim. Bunları ilk dəfə almışdım. Balacanarlar. Bunların böyük versiyonları da var. Gələn səfər inşallah o 7 manataydı deyəsən. Gələn səfər inşallah ondan da alacağım. Özüm üçün ağ, sadə, düz, kətan süfrə istəyirəm, amma tapa bilmirəm, rastıma çıxmır. Küpürlü falan çıxır, zaten mənim velour küpürlü varımdır, deyəni istəmirəm. Belə. İstəyirəm sadə, düz olsun, ağ rəngdə olsun. Bunda o 4 manat almışdım. Ramazan Kərim yazılıb üstündə. Bu il bayramlar qatışdı bir-birinə. İki bayram sevinci üst-üstə düşdü deyənə heç bilmədiyi Novruzu qarşılayaq, yoxsa Ramazan bayramını. Mən ümumiyyətlə bütün bayramları qeyd eləməyi çox sevirəm. Ümumiyyətlə yəni ki, uşaqlıqdan bəri xoşlayıram, evi bəzəyim, ona süfrə bəzəyim, qəşəng yeməklər bişirək, hamı süfrə başında olsun, qonaq gedək, hədiyyə alım, aparım. Yəni çox xoşum gəlir. Yəni mən bayramları coşqu ilə, təmtəraqla qeyd eləməyi sevirəm. Belə. Qızlar belə saldım süfrəni, bayramlıqları yığışdırdım belə. İndi divanın üstünü yumuşdum, qonaqlar falan. İndi divanın üstünü tozlanıb, silib salacağım üstünü. Yığışdırandan sonra dedim tozlanayım bir olaq və otağı da bağlayayım. Simitkanı sevmirəm. Sevirəm çıtlamağı, amma hər yer simitka olur. Ona görə elə yoldaşım çıtlayır, tökülür, mən də əsəbləşirəm. Ev yoxdan sağlığı olsun. Əsəbləşdiyimdə əsəbim tez keçir. Bütün gün təmsil iş yapardığıma görə yoldaşım sağ olsun dedi ki, ev yoxdur. Gedək KFC-yə, mən də açılandan getməmişdim. Xırdalandı açılandan. Yəni zakaz verir deyə, amma getmirdik. Nəsə
nə başım ağrıdı. Getdik, amma yəni heç xoşum gəlmədi. Bəlkə də nə bilim, zövqlər müxtəlifdir. Yəni mən McDonald'sçıyam. Yəni oranın burgerlərini daha çox sevirəm. Bu günlük bu qədər. Sağ olun, sağlıqla qalın. Göz haqqınıza halal edin.